Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilərimiz, sizdən çox xahiş edirəm, məni axıra qədər dinləyin, izləyin. Sizə evin daxilində ətraflı olaraq məlumat verəcəm. Mən hal-hazırda dükan restoranın arxasındayam, Mərdəkanda. 7 sotun içərisində 5 otaqlı çox gözəl bir ev təqdim edəcəm sizlərə. Bütün əşyalarla birlikdə. Əzizlərim, biz hal-hazırda evin həyətindəyik. Həyətdən qısa olaraq təqdimat eləyə keçəcəm evin daxilinə, dolğun olaraq məlumat verəcəm sizə. Sizdən bir daha xahiş edirəm, axıra qədər məni izləyin. Mən hal-hazırda Mərdəkanda, Mərdəkan dəniz yolu, Buzovna, Mərdəkan şosesindəyəm. Dükan restoranın arxasında Kofebağ yaxın, KFC-yə yaxın bir ərazidən. Avtomatik olaraq darvaza, həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. 2 maşınlı qaraj. Keçdik həyətə. Həyətdə isti hovuzla təhciz olunmuş esenjorla isti hovuzdur. Ən böyük bir hovuz təqdim edəcəm sizə. Evin kombi otağı, texniki otağı evin yan hissəsində o otaqda yerləşir. Gördüyümüz ağaclar, gördüyümüz bu landşaft, bu yaşıllıq sizlər üçündür. Bu evi sizə bir daha söyləyirəm, ürəklə təqdim edəcəm axıra qədər. Mən hal-hazırda söhbətgahı sizlərə göstərim. Bir daha söyləyirəm, yeni ilimiz mübarək olsun. Bura söhbətgahdır. Söhbətgahın daxilində hər bir şərait var. Burada qab-yuyan maşını olduğu kimi evin daxilindəki mətbəxdə də qab-yuyan maşını var. Hər bir şey burada mövcuddur. Qaz sobası, soyuducu, buranın döşəməsi, isti döşəmədir. Hətta televizor da buradan asılıb. Bu söhbətgah idi. Həyətdə manqal inşa olunmayıb. Manqalın əvəzinə bura barbekü aparatı alınıb qoyulub. Bu otaq mətbəx otağıdır, ora qonaq otağıdır, oradan düz bura qədər isə yataq otaqlarıdır. 1 yataq otağı, 2 yataq otağı, 3 yataq otağı həyətə baxın. Gördüyümüz kimi bax, aşma hovuz düz buradan başlayır, düz o dəhlizə qədər, evin içərisindəki dəhlizə qədər. Ev bugün bəzədilib yeni il üçün. Allah kimə qismət eləyəcəksə yeni ili burada keçirdə bilər və yaxud da 2026-cı ili burada qarşılaya bilər. İndi isə keçək biz evin daxilinə. Xoş gəlmişik. Buyur əzizim, buyur. Bəh, 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 bəh. Biz hal-hazırda evin ümumi giriş qapısından evin içərisinə daxil olduq. Gəl bura Elvin. Gəl əzizim. Gəl bir dənə. Gəl. Əziz və dəyərli izləyicilərimiz, burada oturmağımın səbəbi var. Sizlərə geniş bir məlumat vermək istəyirəm. Həm ev haqqında, həm də bu bizim bu ilin, 2025-ci ilin son təqdimatıdır. Son çəkilişimizdir. İnşallah sabah 31 dekabrda qısa bizim çəkilişimiz olacaq. Short kimi təbrikimiz olacaq. Ayın 31-i biz geniş, böyük bir təqdimatlar etməyəcək 21:00-da. Amma işimiz davam edəcək. Shortları paylaşacaq. Ayın 2-sindən başlayacaq yenə işimizin davamına. Hər gün 21:00-da sizlərə evlər çəkəcək, paylaşacaq bazarda olduğu kimi. Sizlərə çox təşəkkür edirəm, dəyərli Elmir Almaç kanalının izləyiciləri. 2025-ci ildə və bundan arxada qalan illərdə bizdən ev alan dostlarımız, bizdən ev alan müştərilərimiz, sizə dərin minnətdaram. Şirkətimiz adından, bütün əməkdaşlarımız adından. Bütün müştərilərimin yeni ili xeyirli olsun, onu demək istəyirəm. Bütün əməkdaşlarımızı təbrik edirəm. Allah Taala sizlərə bol ruzu, can sağlığı yetirsin. Dəyərli izləyicilərimiz, əməkdaşlarımızı da təbrik edirəm. Çünki bazarda çoxlu realtorlar, maklerlər var. Sizdən çox xahiş edirəm. Seçim eləyəndə düzgün və gözəl bir qərar verin. Çünki bazarda çoxlu, bir daha söyləyirəm, əməkdaşlar var. Maklerlər var, realtorlar var. Düzgün qərar verin, düzgün adam seçin. Onlar da sizə gözəl evləri tapıb sizə kömək eləsinlər və bir də arzum var ki, heç kim evsiz qalmasın. İndi isə qalxıram mən buradan, qonaq otağından sizə evin daxilində bir təqdim etməyə. Biz hal-hazırda evin qonaq otağındaydıq. Qonaq otağını gördük. Burada hər bir şey var. Bütün əşyalar mövcuddur. Buradan keçirəm birbaşa mətbəx otağına. Evin qiyməti start olaraq 750.000 manatdır. Bura isə mətbəx otağıdır. Mətbəx otağında hər bir şey var.
Hər şey var. Həyətdə söhbətgahda dediyim kimi, qavyon maşını olduğu kimi burada da var. Burada sobalar, soyuducu hamısı yerindədir. Qaz sobası, aspirator, kondisioner. Və bunun arxasında bu mətbəx mebelinin arxasında bir dənə gizlin otaq var. Bu otaq isə çamaşırxana kimi istifadə olunur. Bütün quruducu, çamaşırxana və kamera xəttlərin mərkəzi burada yerləşir. Burada da kim istəsə dolab yığıb, burada balon, banka gizlətmək üçün, həm yığmaq üçün yer edə bilər. Keçirəm. Mətbəx otağından çıxdım. Bir dənə həyətin gözəlliyini gördünüz. Maşallah, hava qaralır. Birazdan çox qəşəng olacaq. Çox gözəl görünəcək. Buradan belə dəhlizlə gedirəm. Hündür tavandır. Maşallah, gözəl bir evdir. Bu birinci yataq otağıdır. Yataq otağı, dolab, yataq dəsti, yataq otağının daxilində sanitar qovşağı mövcuddur. 5 otaqlıdır. Bir daha söyləyirəm, qiymət start olaraq 750.000 manatdır. Bu evi bugün mən çəkib sizə təqdim eləməyimin səbəbi var. Həm sizin yeni ilinizi burada təbrik elədim, qısa da olsa, həm də bu ev haqqında sizlərə məlumat vermək gəlmişəm Elvinlə birlikdə. Bu da dəhliz bütöv olaraq yataq otaqlarına gedir. Burada isə ümumi sanitar qovşağı yerləşir. Evin daxilində olan mərkəzi sanitar qovşağı. Yəni bu sanitar qovşağına hamı istifadə edə bilər. Obursu yataq otaqlarında da özünün sanitar qovşağı var. Burada desə 2 dənə sanitar qovşağı. Bunda yoxdur. Onda da olmalıdır, onda da olmalıdır. İndi girəcək, Allah qoysa baxacaq. Hamısı əşyalıdır. İkinci yataq otağıdır. Kondisioneri, dolabı, yataq otağından həyətə görüntü, maşallah çox qəşəng görünür. Həm hovuza, həm də həyətin gözəlliyinə baxırsan buradan. Üçüncü yataq otağı. Burada da yenə də bütün əşyalar, yataq dəstləri, burada işıqlar yanır, belə. Qəşəng görünür, işıqlıdır. Buranı da göstərək, həyəti göstərək, görsünlər. Allah hamısı görünür, qəşəng bir bu bağ evi. 4 fəsil yaşamaq üçün bir ev sizlərə təqdim olunur. Bu da bizim 5-ci yataq otağımızdır. Yataq otağının daxilində yenə də sanitar qovşağı. Ev ümumi olaraq 250 kvadratdır. Torpaq sahəsi 7 sotdur. Evin də torpağın da kubcası, çıxarışı var. Bu yataq otağı da pəncərəsi həyətə baxır. Gözəldir. 7 sot, 250 kvadrat, 5 otaq, bütün əşyalı, torpağın da evində kubçası var. Dəyərli izləyicilərim, bir daha sizlərin yeni iliniz mübarək olsun. 2026-cı il sizlərə uğurlu olsun. Canımız hamımızın sağlam olsun. Dövlətimizdə, vətənimizdə hər zaman əmin-amanlıq olsun. Təşəkkür edirəm bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.